2025-ci ildə 8-ci siniflər üçün keçirilmiş fizikadan Respublika Fənn Olimpiyadasının 8-ci məsələsinə baxaq. Sıxlığı ρP olan polad küvənin sudakı çəkisi P su olarsa, spirtdəki çəkisini P su, ρ su suyun sıxlığı və ρ spirt spirtin sıxlığı ilə ifadə edək. Verilikləri qeyd edək. ρP, ρ su, ρ spirt, P su və P spirti tapacağıq. Düstur hissəsini yazaq. Düstur. Bilirik ki, mayaya batmış cismin mayadakı çəkisi P mayadakı bərabərdir. Cismin vakuumdakı çəkisi çıxılsın F Arximed qüvvəsi. Yəni polad küvənin mayadakı çəkisi onun vakuumdakı çəkisindən Arximed qüvvəsi, yəni qaldırıcı qüvvəni çıxmaqla alırıq. Polad küvənin vakuumdakı çəkisi ρ polad, J V poladdır. Polad küvə suda olarkən ona təsir edən Arximed qüvvəsi F Arximed bərabərdir ρ su, J V polad. Spirtdə olarkən F Arximed bərabərdir ρ spirt, J V polad olur. Beləliklə bir ifadəsini aşağıdakı kimi yaza bilərik. P su bərabərdir ρ P, J, V P minus F Arximed. Sudakı hissəsinə baxırıq, çünki P su yazmışıq. ρ su, J, V P. Spirt üçün yazsaq, P spirt bərabərdir ρ P, J, V P minus ρ spirt, J, V P almış olarıq. Məsələnin şərtində bizdən spirtdəki çəkisini istəyir. Ona görə biz P spirt bölünsün P su bərabərdir. Buradan J, V P'ləri mötərizə xaricində çıxarsaq, J, V P ρ P minus ρ spirt bölünsün J, V P ρ P minus ρ su almış olarıq. Buradan da P spirti tapsaq bərabərdir P su vur. Bunlar islah gedəcək və qalacaq ρ P minus ρ spirt bölünsün ρ P minus ρ su. Cavab C variantı. Məsələ 9. X oxu boyunca düzxətli hərəkət edən cismin koordinat zaman qrafiki aşağıdakı kimi olmuşdur. 8 saniyə müddətində cismin yola görə orta sürətini hesablayın. Qrafikə nəzər yetirsək, görərik ki, cisim hərəkət istiqamətini bir dəfə dəyişibdir. Bu da 4-cü saniyəyə uyğun gəlir. Verilənləri qeyd edək. S1 bərabərdir 18 minus 6 bərabərdir 12 metr. T1 bərabərdir 4 saniyə. S2 bərabərdir 18 üstə gəl 18 bərabərdir 36 metr. T2 bərabərdir 4 saniyə. Verilənləri yazdığımıza görə artıq düstur hissəsinə keçə bilərik. Düstur. Orta sürətin düsturu V orta bərabərdir delta S bölünsün delta T'dir. O da bərabərdir delta S
S1 üstəgəl S2 bölünsün T1 üstəgəl T2. Həlli. V orta bərabərdir 12 üstəgəl 36 bölünsün 4 üstəgəl 4. O da bərabərdir 48 bölünsün 8 bərabərdir 6 metr böl saniyə. Cavab A variantı. Məsələ 10. Uzunluğu 10 sm olan elastik yay şaquli vəziyyətdə tavandan asılmışdır. Ondan 6 kiloqram kütləli yük asdıqda yayın uzunluğu 20% artır. Yayın sərtliyini hesablayın. Şəkil çəkək. Belə bir tavan var və ondan yay asılmışdır. Bu yaya da 6 kiloqram kütləli bir cisim bağlanıbdır. Verilənlər qeyd edək. Verilir. Uzunluğu 10 sm olan elastik yay. L0 başlanğıc uzunluqdur. 10 sm-dir. O da bərabərdir 0,1 metr. M bərabərdir 6 kiloqram və yük asdıqda yayın uzunluğu 20% artır. Yayın sərtliyini hesablayın. Bizdən K soruşulur. K bərabərdir sual. Düsturlar qeyd etsək, düstur. F bərabərdir K delta L. Burada F cismə təsir edən ağırlıq qüvvəsidir. F ağırlıq. Və mg-yə bərabərdir. K yayın sərtliyidir. Delta L isə yayın uzanmış hissəsidir. Onda mg bərabərdir K delta L yaza bilərik. Buradan K-nı tapsaq K bərabərdir mg bölünsün delta L taparıq. Burada delta L L minus L0'dır. Burada L yayın son uzunluğu, L0 isə yayın başlanğıc uzunluğudur. Son ifadəyə görə yayın son uzantısını tapaq. 0,1 üstəgəl 0,1 vurulsun 20 bölünsün 100. O da 0,12 edəcək. Onda biz tapdıq ki, L bərabərdir 0,12 metr. Yəni yayın son uzantısı 0,12 metrdir. Tapdığımız kəmiyyətləri yerinə qoyub delta L tapaq. Delta L bərabərdir 0,12 minus 0,1, o da bərabərdir 0,2 metr. Keçək həllinə. K bərabərdir mg 6 vurulsun 10 bölünsün delta L, yəni 0,2. O da bərabərdir 3 kilonewton bölünsün metr.